Allah İbrahimə xeyir dua verir. Hələ İbrahim heç bir nəslin atası deyildi. Və ona adın dəyişir və İbrahim adının mənası xalqlar atasıdır. Hələ bu kişinin uşağı olmayıb, amma Allah deyir ki, mən sənə artıq xeyir duanı verdim. Və olur xalqlar atası. Və dalıcan deyir ki, siz tərəfdən, mən tərəfdən mən xeyir duanı verirəm. Siz tərəfdən bir şey olmalıdır. Siz sünnət olmalısınız. Və maraqlısı nədir? Hələ ortada bir şey yoxdur, amma Allah artıq ona xeyir duanı verib. Və İbrahimə deyib ki, mən tərəfdən attım, sən də öz tərəfindən at. Və bilirsiniz, burada ruhani məna var. Biz hər şeyi fiziki düşündürük. Çünki nəyə görə? O beynimiz o qonaqlığa, toya, bu dünyada olan şeylərə yönəlib deyə biz hər şeyi fiziki düşünürük. Amma burada ruhani məna var. Ruhani məna bilirsiniz nədir? Bu sünnət də fiziki bir şey deyil. Çünki qanunun təkrarı 10-cu fəsildə Allah deyir ki, elə buna görə də ürəklərinizi sünnət eləyin ki, bir daha dikbaş olmayasınız. Yaxşı, ürəyi necə sünnət eləmək olar? Və İbrani dilində yazılıb ki, ürəyinizin bir tərəfini kəsin. Burada söhbət nədən gedir? İbrahimə dedi ki, sən bütpərəstlərə bənzəməməlisən. Sənin həyatında artıq nə varsa sən kəsib atmalısan. Və eyni şey də xalqa deyir. Həyatında artıq nə varsa, ürəyində artıq nə varsa, ürəyini körləyən nə varsa, onu kəsib atmalısan. Və səni ruhani həyatında heç bir şey saxlamamalıdır.